1912-ci ildə polyak əsilli kitab taciri Wilfrid Voynich İtaliyada qəribə bir əlyazma əldə etdi. Əlyazmada qəribə bitkilər, astronomik diaqramlar, ulduzlar, müxtəlif boruların və mayələrin içərisində təsvir edilmiş insan fiqurları və anlaşılması çətin olan başqa illüstrasiyalar var idi. Maraqlısı isə o idi ki, kitabın hansı dillə yazıldığı bilinmirdi. Bu əsər sonradan sahibinin adı ilə Voynich əlyazması adlandırıldı və dünyanın ən məşhur müəmmalarından birinə çevrildi. İllər ərzində dilçilər, tarixçilər, riyaziyyatçılar və kriptoqraflar kitabın sirrini açmağa çalışdılar. Hətta müasir kompüter analizləri və süni intellekt metodlarından istifadə edilərək mətnin quruluşu araşdırıldı. Amma bugünə qədər hamı tərəfindən qəbul edilən bir tərcümə ortaya çıxmayıb. Əlyazmanın özünün orta əsrlərə aid olması ilə bağlı isə kifayət qədər ciddi elmi dəlillər var. Kitabın perqamentinin analizləri onun 15-ci əsrə aid olduğunu göstərir. Bu da kitabın 20-ci əsrdə Voynich tərəfindən hazırlanmış saxtakarlıq olması ehtimalını xeyli zəiflədir. Digər tərəfdən dilçilər və kriptoqraflar mətnin uydurma yox, tam məntiqli olduğunu bildirirlər. Çünki istifadə olunan işarələr müəyyən məntiq əsasında yazılıb və böyük ehtimalla məna ifadə edir. Şəkillər isə kitabın məzmunu haqqında müəyyən ipuçları verir. Bəzi səhifələr botanika kitabını xatırladır. Digərlərində astronomiya və astrologiya ilə əlaqələndirilən təsvirlər var. Başqa hissələrdə dərman bitkilərinə bənzəyən rəsmlər və resept formatını xatırladan qısa mətnlər görünür. Amma burada başqa bir problem də var. Kitabdakı bitkilərin bir çoxunu real bitki növləri ilə dəqiq uyğunlaşdırmaq mümkün deyil. Hazırda Voynich əlyazması ABŞ-nin Yale Universitetinin Nadir Tapıntılar və Əlyazmalar kitabxanasında qorunur.